Xəbər verdiyimiz kimi, Astarada 17 yaşlı gəlin toyundan bir gün sonra vəfat edib. Bölgə TV xəbər verir ki, əfsanənin toy mərasimindən görüntülər yaxınları tərəfindən sosial şəbəkədə paylaşılıb. Məlumata əsasən, 7 aylıq hamilə olan gənc gəlin toy səhəri özünü pis hiss edib. O səhər saat 06:00 radələrində xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını itirib. Xəstəxanada aparılan müayinələr zamanı məlum olub ki, 7 aylıq döl artıq bətnində ölüb. Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq əfsanənin özünü də xilas etmək mümkün olmayıb. O saat 15:00 radələrində dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma aparılır. Həmin videonu təqdim edirik.